Köç günü. Zaurun dərsləri bitmişdi və o özünü biraz qəmli hiss edirdi. Məktəbin bitməsinə deyil, yay tətili zamanı başqa yerə köçəcəyi üçün və dostlarını həmçinin ağac evini tərk edəcəyi üçün kədərlənirdi. Ağac evi Zaurun tək qalmaq istədiyində getdiyi ən sevimli yer idi. O, dostlarını da ora aparmağı xoşlayırdı. Onlar orada saatlarla oynayardılar. Zaur məktəbdən evə gələndə anası ondan nə baş verdiyini soruşdu. "Köçmək istəmirəm," deyə Zaur cavab verdi. "Mən Cəfər, Vaqif və Tofiq üçün darıxacağam. Ağac evim üçün də darıxacağam, onu da özümlə aparmaq istəyirəm." Anası, "Zaur, bilirsən ki, köçəmdə ağac evini özünlə apara bilməzsən," dedi. "Sənin daha böyük yataq otağın olacaq və payızda yeni məktəbində yeni dostlarla tanış olacaqsan." Zaur buna o qədər də əmin değildi. Köç günü gəlib çatdı. Zaurun evinin qarşısında böyük bir yük maşını dayandı. 4 nəfər çıxıb bütün qutuları və mebelləri götürüb maşına yükləməyə başladılar. "Ana, biz mütləq köçməliyik," Zaur soruşdu. "Atanın iş yeri dəyişib və biz onun işinin olduğu yerə getməliyik. Yeni evə çatanda oranın nə qədər xoşuna gələcəyini görəcəksən. Söz verirəm," deyə anası bildirdi. Günorta saat 3 radələrində evdə heç nə qalmadı. Yük maşını uzaqlaşdı və yeni evə tərəf yol aldı. Atası artıq oradaydı və Zaurla anasını gözləyirdi. Anası getməyə hazır idi, lakin Zauru tapa bilmirdi. "Zaur, Zaur," deyə səsləndi. "Haradasan?" Zaur, "Arxa həyətdəyəm," deyə cavab verdi. Anası, "Nə edirsən? Getmək vaxtıdır," deyə qışqırdı. "Sadəcə ağac evimlə sağollaşmaq istədim," deyə Zaur bildirdi. Anası, "Gəl yeni evə getməzdən əvvəl ağac evinin önündən sənin şəklini çəkək," dedi. Nəhayət, onlar yeni evlərinə çatdılar. Onlar çatanda yük maşını artıq oradaydı. Ata adamlara qutuları hara qoyacaqlarını göstərirdi. Atası Zauru görüb, ona özü ilə arxa həyətə gəlməsini dedi. Onlar evin arxa tərəfinə keçəndə, Zaur atasının onun üçün sürpriz olaraq hazırladığı böyük bir ağac ev gördü. "Wow!" deyə Zaur qışqırdı. "Bu möhtəşəmdir." Birdən Zaur bir oğlanın səsini eşitdi. "Siz bura köçürsünüz. Mənim adım Yusifdir və qonşuluqda yaşayıram." Yusif və Zaur bir-birləri ilə danışmağa başladılar və ağac evinə baxmaq üçün həyətə keçdilər. Həmin gecə Zaur anası ilə atasına, "Məncə bura axırda mənim xoşuma gələcək," dedi. Dəyərli izləyicilər, bu hekayələri bəyəndinizsə, videonu bəyənib rəy yazmağı unutmayın. Sizin hər bir rəyiniz bizim üçün çox önəmlidir. Növbəti videolarda hansı mövzuları görmək istərdiniz? Fikirlərinizi bölüşün.